olmalıydı. Bax, bu sızaq burada olmalıydı. Niyə? Çünki video çəkirəm. Niyə? Çünki bu günləri video çəkiliş gündür. Herkese selam. Kanalıma ve videoma hoş geldiniz. Mən Zəhra. Bu günləri artıq illər sonra video çəkirəm. Bəli, bilirəm, məndən nifrət edirsiniz bəlkə də və haqqınızdır. Çünki yoxam da, yəni yoxam ortalıqda. Əslində varam, Instagramda falan bu aralar çox aktivəm maşallah. Amma burada yox. Burada yoxam çünki 11-ci sinif elə bir sinifdir ki, həqiqətən adam yemək yeməyə belə vaxt tapmır. Güclə yatırmağa vaxt tapırsan və saatı sizə göstərim. Saat 02:58. Mən hələ indi video çəkə bilirəm. Hələ indi saatda da, yəni başa düşün. Və uzun müddət dedim, nə çəkim. Dedim ki, götürüm bir dənə qəşəng şərhlərimizə baxaq. Çoxdandır şərhlərə baxmırıq. Ona görə dedim, gəlin şərhlərə baxaq. Görək nələr eləyirlər, nələr yazmışsınız siz mənə. Elə birinci videomdan başlayacağım. Videoma keçməmişdən əvvəl videomu bəyənməyi, sonunda videoma yorum yazmağı və kanalıma da takip etməyi unutmayın. Amma təbii ki, bu like etməsə də sizin canınız sağ olsun. Hər zaman dediyim kimi, mən bu videoları əyləncə məqsədi ilə çəkirəm. Və aşağıdan da Instagram səhifəmi qoyuram ki, mənə oradan takip ata bilərsiniz. Və çünki oradan da maraqlı anketlər eləyib, maraqlı YouTube videoları hazırlayacağım. Beynimdə o qədər çox YouTube videosu var ki. Neysə, yəni belə. Gəlin o zaman heç bir şeyə baxmadan gəlin şərhlərimizi oxuyaq, bir videomuzu çəkək. Saçımın arxası çıxmasaydı həqiqətən əla olardı. Neysə, heç olmaz, doğal güzəllik. Bir dənə video var. Deyir ki, yeni video niyə gəlmir? Mən sizə bu video gecikmələr haqqında biraz şey eləyim, maraqlı məlumatlandırım. Mən həqiqətən də tədbirlərdir, ondan sonra hazırlıqlardır. Bəzən elə olur ki, çatdıra bilmirəm və yaxud da mental olaraq çox yoruluram, dəhşət çox pis çökürəm. Ona görə heç bir şeyə həvəsim olmur. Güclə bu aralar özümü toparlaya bilmişəm. Və tədbirlərdə də yenə dediyim kimi iştirak eləyirəm, hazırlıqlar falan. Ona görə həm də başım qarışır, çəkə bilmirəm. Və dəfələrlə hər bir videomda da dediyim kimi görmüşsünüz ki, demişəm, nə bilim, bugün video atacağım, o gün video atacağım, amma olmayıb. Həm texniki problemlər yaşanıb, həm nə bilim, psixoloji olaraq yaxşı olmamışam. Ona görə ata bilməmişəm. Yəni belə gecikib eləyəndə narahat olmayın. Amma bundan sonra həqiqətən də çalışacağım ki, belə bir şeyə yol verməyim. Çünki istəmirəm, özümü də sizdən ayrı qalmaq istəmirəm. Çünki çox darıxmışam sizdən sonra. Ayda, şu an sizinlə belə danışdım, özümü çox yaxşı hiss elədim. Əməli vaxtda həqiqətən çox yaxşı hiss elədim. Biri yazıb ki, əlavə olaraq nə işləyirsiniz? Güvəni çox işləyirəm. Mesela mən heç bir müəlliməm bizə güvəni tapşırmır. Daha deyir, güvəni işləməyin. Amma mən güvəni riyaziyyatdan məsələn işləyirəm. Güvəni riyaziyyatdan çox sevirəm, açığı, dəhşət çox sevirəm. Amma Azərbaycan dilində, riyaziyyatda, ingilis dildə, ədəbiyyatda, tarixdə bunların heç bir, tarixdən də güvəni işləyirəm, ədəbiyyatdan da güvəni işləyirəm, ədəbiyyatdan da işləyirəm, bir də riyaziyyatdan işləyirəm. Bu ikisindən bir dənə güvəni işləyirəm əlavə olaraq. 2019-un nəşrləri var idi, 2019-un nəşrləri. Həmin o kitabları tapıram, onları işləyirəm, üstündə işləyirəm də. Onu işləyirəm. Beynim çönülür də. Köhnə kitablar. Bu arada əlavə nə işləyirsinizsə, yeni kitab almayın. Əlavə işləyirsiniz öz üstünüzdə, öz üzərinizdə. Əlavə işləmək istəyirsinizsə, mənim fikrimcə köhnə kitablardan işləyin ki, ondan daha yaxşı olar. Amma təzə kitablardan da mütləq ki, işləyin, yəni bu mütləqdir. Sonra İngilis dilinin mətnini hələ də anlamıram. Ayda, mənim günümdədir, Allah haqqı. İngilis dilinin mətnini düzdür eləyirəm, amma yəni biraz çətin olur da mənim üçün tərcümə eləmək. Məsələn, sözləri bilirəm, tamam, sözlərin hər birini bilirəm, tərcümə də eləyirəm, sözlər ayrı-ayrılıqda. Gəl ki, cümlə formasında onu tərcümə eləyəndə çox, yəni hər şeyi qatıram aləmi bir-birinə də tərcümə eləyə bilmirəm.
İngilis dilində sözləri necə yadda qalan bir şəkildə öyrənmək olar? Aha, deməli, o ingilis dilindən sözləri yaxşı yadda saxlamaq üçün sizə belə bir taktika verəcəm. 1-2 dənə taktika verim. Mən çox vaxt, məsələn, ingilis dilindən sözləri öyrənmək istəyəndə, məsələn, güzgü sözü deyil, avtomatik güzgüyə baxıram. Beynim onu göz yaddaşım, beyin yaddaşı onu yadında saxlayır. Yəni güzgüyə baxıb deyirəm ki, mirror. Ondan sonra avtomatik onu beynimdə canlandıram. Müəllimə onu məndən soruşanda həmin anı yadıma salıb o sözü deyirəm. Və o mənim hər zaman yadımda qalır. Məsələn, yada tutan belə bir şey deyə bilərsən. Müəllimə sənə verib 30 söz. 15-ini öyrən səhər, 15-ini öyrən axşam. Səhər hazırlığa gedəndə o 30-unu da birləşdir. Birdən yenə təkrarla. Yenə təkrarla. Bir də ki, öyrəndiyin sözləri öz həyatında tətbiq elə. Cümləli çıxacaq, amma həqiqətən elə elə. Məsələn, deyirəm ki, bu mənim üçün çox çətin bir iş idi də. Sən bu mənim üçün falan de, bir dənə o çətini difficult olaraq dəyiş. Bu mənim üçün çox difficult bir iş idi. Həqiqətən belə deyə yadında qalacaq. Mən həmişə elə edirəm. Məsələn, uşaqlar çox vaxt ona görə mənə lağa qoyurlar. Deyirəm ki, neyini başqa cür yadımda qalmır da, belə öyrənəndə həqiqətən daha rahat öyrənirəm. Sonra dilimdə o sözü o qədər işlətmiş oluram ki, avtomatik beynimə yazılır. İstəsəm də onu yadımdan çıxarda bilmirəm. Həm də zaten şey olaraq yadımda saxlayıram ki, məsələn, uşaqlar falan da ona görə şey eləmişdilər, nədir, məndən zarafat falan eləmişdilər. Belə də yadımda saxlayıram. Salam, necəsən? Çox sağ ol, yaxşıyam. Sən necəsən? Sənin yeni abunənəm, yeni izləməyə başladım. Həqiqətən çox sevdim, dərs çalışman olsun və sair. İnşallah imtahandan istədiyin balı yığarsan. Təşəkkürlər səninlə bahəm. Bu arada səndən bir şey soruşa bilərəm. Buyur, soruş. Sən 9-dan necə 210 bal yığmısan? Mən necə 210 bal yığa bilərəm? Bir də mənim ingiliscəm yəni çoxca yaxşı deyil. Necə 200 bal yığa bilərəm? Gözələm, 210 bal yığmaq bəzən deyirik ki, uyda 200 bal, 300 bal yığıb, 600 bal yığıb. Heç bir mümkünsüz deyil və yaxud da heç bir o qədər təəccüblənəcək bir şey deyil. 200 bal yığlamaq o qədər asan bir şeydir ki, əslində. Çox da mümkün bir haldır. Çox da qəşəng mümkündür. Sadəcə iradə, əzm və çox çalışmaq lazımdır. Bu qədər. Qalan heç bir şeydə ehtiyac yoxdur. Və yazmışıq ki, burada zaten biz demişik ki, demişsən ki, mən də necə yığa bilərəm. Mən sadəcə birincisi 200 bal toplamaq istəyirsənsə, qarşıva 300 ballıq bir məqsəd qoymalısan ki, sən 300 bala hazırlaşırsan, zəif yığsan, heç olmasa 280, 270 yığ. Bu beyinlə get. Sən 200 bal yığmaq istəyirsənsə, qabağa 200 bal qoymusansa, sən gedib 190, 180 ya da 170 yığacaqsan. Ona görə 200 bal yığmaq istəyirsənsə, birinci olaraq qarşıva ən böyük hədəfi qoy. Heç olmasa 270, 250 ballıq bir hədəf qoy qarşıva. İkincisi də ki, çox düzgün bir plan qur. Məsələn, mən Instagram videomda paylaşmışam ki, necə bir plan qoymuşam. Yox, daha doğrusu hələ paylaşmışam, amma planımı paylaşmamışam da, planım nədir? İnşallah onu da paylaşaram. İstəsəz əgər təbii ki də. Nədir? Düzgün bir plan qurursan birincisi, yuxu rejimin olsun, yeməyin olsun, içməyin olsun, hər şey bu planın içində olmalıdır. Saatla işləməlisən, sən saatla, hər şeyə saatla qərar verməlisən. Tutalım ki, 02:30-da dərsə başlamırsan, sən 02:30-da dərsi qurtarmalısan, o vaxta qədər də ayağa durmamalısan. Və yəni tətbiqlər olur müəyyən, Pomodoro tətbiqi, ondan sonra müəyyən etüd saatları olur ki, sənin o dərs çalışma saatları deməkdir. Məsələn, mən etüd saatları ilə, yəni Pomodoro ilə deyil, etüdlə işləyirəm. Yəni ki, öz saatımı özüm qururam. Mən hər zaman 1 saat dərs, 15 dəqiqə mola verirəm də və o mənim üçün çox yaxşı olur həqiqətən. Mən daha yaxşı yadda saxlayıram da yəni o söhbəti. Nəysə, yəni 3 əsas qaydam var. Birincisi, daha doğrusu 3 əsas qaydadır. Biri əzmlə çalışmalısan, təbii ki də. Bunu kimdən get soruş, sənə yenə eyni şey deyəcəklər. Əzmlə çalışmalısan. İkincisi, 200 bal istəyirsənsə, qarşıva hədəfi 300 bal qoymalısan ki, heç olmasa oradan yığa bilməsən. Yəni 300 balı hədəfləyib gedirsən, 300 yığamazsan, aşağı 280, 270 yığacaqsan da sən.
Üçüncüsü də ki, düzgün plan tətbiq eləməlisən. Saatlar var, yuxu saatları var, fikir verməsən. Sən hələ 9-san. 9 o qədər də çətin bir il deyil əslində. O qədər şişirtməyə ehtiyac yoxdur məncə ki. Amma təbii ki də ilindən fərqli olmayaraq bütün abituriyentlərimiz, bütün şagirdlərimiz əziyyət çəkir. Allah hər kəsin əziyyətinin bəhrəsini versin. Allah heç kəsin əziyyətini həqiqətən yerdə qoymasın. Bir də ki, deyirsən ki, ingiliscəm çox da yaxşı deyil. İngilis dilini bayaqlarda sözlərdən taktika vermişdim. İngilis dilinin çox da yaxşı olmamağı, belə deyə bilərəm ki, ingilis dili yaxşılaşdırmaq üçün alt yazılı nədir bu? Filmlər izlə. Bunu bir çox insan deyir artıq. Çünki həqiqətən tətbiq olunmuş, yoxlanılmış bir yol olduğuna görə bunu hər kəs deyir. Mən də sənə deyərəm ki, get alt yazılı filmləri çox izlə. Oradan sən sözləri avtomatik yadında saxlayacaqsan. Göz yaddaşı olsun, qulaq yaddaşı olsun. Hamısı ilə bir yerdə yadında saxlayacaqsan. Daha sonra reading listeningə də gələndə, readingdə mən bayaqlar dedim ki, readingdə mən özüm də çətinlik çəkirəm. Ona görə bilmirəm, readingin hələ bir texnikasını tuta bilməmişəm. Asan bir yolunu tuta bilməmişəm. Amma listeningi belə deyə bilərəm. Listeningin iki yolu var. Birincisi hamının bildiyi yol, yəni listeningi birinci sözlərini suallarına qədər əzbərlə. Ondan sonra listeningə qulaq asanda avtomatik yaz. Bir də ki, listeningə qulaq as, onu beynində təhlil elə, beynində tərcümə elə, sonra başda listening yazmaq. İki yol var. Sənə hansı daha rahat olacaq ki, məncə birinci yol sənin üçün daha rahat olacaq. İngilis dilini zəifdirsən, onlardan birini tətbiq elə. Gəldik qrammatikaya. Qrammatika qədər sadə bir şey yoxdur ingilis dilində. Heç nə. Qrammatikanı oxuyursan, yaddaşına vurursan, sonra onu testdə tətbiq eləyirsən. Bu qədər. Əgər testin birinci suallarında özün tətbiq eləyə bilmirsənsə, YouTube-da o qədər gözəl ingilis dili dərs keçən kanallar var ki, girirsən o kanallardan birinə ki, məsələn, bir kanalın elə birini mən bura qoyuram. Bu kanal həqiqətən o qədər gözəl izah edir ki, ingilis dilini. Mən çox sevirəm həqiqətən. Bu müəllimənin izahını yəni. Sonra həmin müəllimənin izahının bir-iki dənə sualın izahına bax. Avtomatik sən onu həll edə biləcəksən. Beynində qəşəng bir formada kodlaşdırıb yaza biləcəksən. Bunu belə yazıb ki, nə olmaq istəyirsən, ixtisas nədir? Mən ən başdan, yəni bunu hamı məndən demək olar soruşub. Prosta mən heç vaxt ixtisasımı deməmişdim. Çünki tam qərar verə bilmirdim nəyi istədiyimə. Amma sonra bu il artıq tam qərar verdim nə istəyirəm. Tərcüməçilik fakültəsini istəyirəm. Dil olaraq dilə mənim üçün heç bir fərqi yoxdur. Həqiqətən də hansı dil olur olsun, tərcüməçilik olacaq. Azərbaycan Dillər Universiteti üzrə istəyirəm, inşallah. Dərs çalışarkən nəyə qulaq asırsınız? Normalda əvvəllər dərs çalışanda pianino musiqilərinə qulaq asırdım. Beynimi həqiqətən çox şey eləyirdi, sakitləşdirirdi. Sonra amma başladım əyləncəli musiqilərə qulaq asmağa, testi yazanda mı? Dərsi oxuyanda heç vaxt musiqiyə qulaq asmıram. Amma testi yazanda musiqi ilə yazıram həmişə. Əyləncəli oxuya elə testi başlayıram yazmağa. Bu mənim çox həqiqətən xoşuma gəlir. Amma pianino musiqilərini haçan ürəyim sıxılsa, haçan özümü motivasiyasız hiss eləsəm, onda qulaq asıram. Salam, ingilis dilindən esseni necə yazırsan? Məlumat verərdin zəhmət olmasa. Mən ingilis dilindən esseni, deməli, normalda çox belə əla bir esse yazan bir qız deyiləm. Mən normal yazıram həmişə. Maksimum 1-2 səhifəmi çıxar essedən. Çox vaxt mən bir hilədən istifadə edirəm açığı. Esselər hər zaman readingin altında verilir, readingin alt bölməsinə verilir və mən readingin içərisindən bəzi sözlər seçirəm. Həmin sözlər, daha doğrusu sözlər yox, bəzi cümlələr seçirəm. Həmin cümlələr esseye uyğun cümlələr. Hər zaman çox vaxt esse ilə readingin mövzusu eyni olur, bilirsiniz ki. Readingin içərisindəki həmin cümləni seçirəm. Cümlənin üçün sadəcə cümlədən 1-2 dənə sözü dəyişdirirəm. 1-2 sözü dəyişdirib, sonra onu esse olaraq yazıram. Ən azı 3 söz olmalıdır da. 3 cümlə daha doğrusu sözünü ödüm. Mən də tutmuşam sözdən. Ən azı 3 cümlə olmalıdır. Götürürəm onu, elə keçirdirəm. 1-2 dənə sözünü dəyişdirib, keçirdirəm alta. Amma bu funksiya hər zaman şey yaramaya bilər. Çünki mən güvənin sınağına, OTK-nın sınağına getmişdim birinci buraxılışı. Orada mənim essemi tamamilə səhv götürmüşdülər. Çünki niyə? Çünki mən səhv yazmışdım. Amma güvəni bilmirəm açığı. Güvənə
Ayda görürsən düz vermişlər, səhv vermişlər Cüvənə. Mən onu baxıb sizə deyəcəm. Cüvəni bilmirəm, amma OTK-dan səhv vermişdilər. Mən çox pis elədi. Günah məndə idi əslində. Çünki essenin mövzusunu tam anlamamışdım. Esseyi mən başqa cür tərcümə eləmişdim. Sənin də tərcüməsi başqa cür imiş. Tərcüməsi olmaq istəyən qıza baxın bir dənə. Salam, mən də 11-ci sinifəm. Riyaziyyatdan hansı vəsaitlərdən işləyirsiniz? Hansı daha məsləhətlidir? Riyaziyyatdan bayaq da dediyim kimi Cüvəni işləyirəm və dini işləyirəm, bir də Elbrus işləyirəm. Zaten kitab məsləhətləri videom da var kanalımda. Elbrus'dan işləyirəm, amma müəlliməmiz bizə əlavə olaraq 20 sınav OTK və MHM-dən işlədir. Bir də ki, Namazovun açıq tipli suallarından işlədir. Həmçinin bunları işləyib, bunlar daha məsləhətlidir. Yəni mən sizə bunları daha məsləhətli görürəm. Ki, Elbrus şu an yanımda yoxdur, müəlliməmə vermişəm onu, müəlliməm dedi, yoxsa göstərərdim. Amma Cüvənin də yəni kitablarını zaten bilirsiniz. Mövzu ad olaraq mən sizə deyirəm. Elbrus çox yerdə eşitməyə bilərsiniz, çünki o qədər asan tapılan bir kitab deyil məncə. Çünki mən çox çətin bir formada tapdım Elbrusu. Bu yoruma nə qədər gülmüşdüm. Deyir ki, ablacığım, maddi vəziyyətiniz yaxşıdır yəqin. 19 manat plus 8, plus 12 manat 50 qəpik kitablara pul vermişsən. Analiz səhvə ehtiyac yox idi, valla. İkinci dəfə almağa, topluluğunu da təzədən almışsan. Aha. Hə, mən burada zaten cavab vermişdim qıza. Amma həqiqətən çox xoşum gəldi bu yoruma. Yox, biz siz necə yeni nəşr çıxır deyə biz köhnə nəşrdən artıq işləyə bilmərik və köhnə nəşrdən dərsi də oxuya bilmərik. Ona görə məcburuq yeni nəşrdə eləyək də, yəni yeni nəşrdən başlayaq. Ona görə gedim yeni nəşrini almışdım. Həm də ki, köhnə nəşrin kitabı ilə yeni nəşrin kitablarının arasında çox fərq var idi həqiqətən Anar İsayevdə, qayda kitabında. Ona görə gördüm ki, məcbur. Yəni, aşağı dərslərdə tamam çox yox idi, amma yuxarı dərslərdə bayağı bir fərq var idi. Ona görə məcbur qalıb almaq məcburiyyətində qaldım. Deməli, bir də mənə belə bir yorum gəlib çox uzun bir müddət. Demişəm ki, ona video hazırlayıb atarım, çox üzrlü say, biraz gec atmışam. Deməli deyir ki, salam Zezə, necəsən? Çox sağ ol gözəlim, sən necəsən? Mən deməli bu il artıq 10-cu sinif oldum. Sənə demişdim, birinci qrupa hazırlaşıram və bu haqda səninlə danışmaq istəyirdim ki, həm məktəb, həm hazırlıq biraz gözümü qorxudur, heç qorxma. Anam deyir ki, səhər 8-də məktəbə gedəsən, evə gəlib yemək yeyib hazırlıqlara gedib, axşam 8-də gələcəksən, normaldır. Məktəbə getmə, amma mən getmək istəyirəm. Çünki məktəb daha da mənə pozitiv enerji verir. Səncə məktəbə getmək yerinə evdə oturub dərs eləməyim yaxşıdır? Sənə bunu deyə bilərəm ki, hər zaman, məsələn, mən 11-ci sinifəm və mən hər zaman özümə qapılıb 12 saat, 10 saat, 9 saat, 8 saat dərs eləməmişəm. Hər zaman normal olaraq müəllimənin evə verdiyi tapşırıqları maksimum 4 saat dərs eləmişəm. Çünki beyin yorulduqca zaten sənin o beynin onu qəbul eləməyəcək. İnsan hər şeyə vaxt ayırmalıdır. Enerjiyə, əyləncəyə, dərsə, dostlara, ailəyə, hər bir şeyə vaxt ayırmalısan. Plus 9-cu sinif elə bir sinifdir ki, özün də görəcəksən ki, zaten vaxt ayıra bilirsən. Sən 11-ci sinif deyilsən ki, eləyəsən, universitetin dərdini çəkəsən. Hələ 9-san, buraxılış imtahanı, bu nədir ki, elə belə bir imtahandır da, düzdür. Və sən və saat 8-də gedib axşam 8-də gəlməkdən qorxma. Niyə qorxursan? Şəxsən Allah haqqı mənim elə padruqalarım var. Məktəbə gəlirlər saat 8-də, yazırlar axşam gedib saat 11-də, 12-də taksinin evə gəlirlər. Niyə? Hazırlıqlarına görə. Sən əgər həm də hazırlaşmaq istəyirsən, gələcəyin üçün çalışmaq istəyirsənsə, bu vəziyyətlərin hər birinə dözməlisən. Niyə qorxursan ki? Bir söz var bu arada həqiqətən. Həyat riskli insanları sevir həmişə. Sən riskə düş. Sən riskə gir. Neynək? Sən riski seç. Çünki zaten Allah sənə bu xəyalı veribsə, Allah sənin ürəyinə bu xofu salıbsa, sən deməli ki, bacara biləcəksən də bunu. Niyə bacarmıyorsan? Niyə qorxursan ki? Niyə özünü indidən o beynində o şeyi kodlaşdırırsan ki, ayda, həqiqətən mən ayda qorxuram, necə eləyəcəm? Niyə gözün qorxur? Məktəbdə də biraz onu çox düz bir nöqtəyə həqiqətən barmaq bastın ki, yəni məktəbə gedirsən, dostlarınla pozitiv anlar yaşayırsan və bu səni daha da xoşbəxt edir. Bu səni daha da, şəxsən mən özüm də eləyəm. Dostlarımı görürəm, biraz daha da xoşbəxt oluram, biraz daha da enerjiyə gəlirəm ki, ayda güldürürlər çünki məni. Məktəbdə gülürəm, danışıram, çox xoşbəxt oluram. Ona görə həm məktəbə get, həm ingilis dilindən Gülnarə Umudova qayda kitabından oxumaq olar. Səncə o necədir?
Gülnara Amudova kitabı məndə var, bilirəm hansını deyirsiniz. O da yaxşı kitabdır. Məsələn, onu da çox sevirəm. Amma mən sizə Nərgiz Nəcəfi daha çox tövsiyə görürəm ki, həqiqətən Nərgiz Nəcəfi daha qəşəngdir, çox gözəldir. Deyir ki, salam, 9-cu sinifi bitirdim, 10-cu sinifə keçmişəm. İmtahandan 242 bal topladım. Maşallah sənə. Yay tətilində nə etməyimi tövsiyə eləyərsən? Video faydalı oldu, təşəkkürlər, dəyməz. Deyir ki, demək yay tətilində sənə bunu tövsiyə görərdim ki, 5 ay əvvəl yazıb, ayda, indi yazıram, elə yazılır, nə yay tətili, bunda belə deyil. Bunu deyim ki, yaxşı. Onda heç olmasa bunu bu ilki 9-lar yay tətilində tətbiq eləyər. Bunu deyim ki, yay tətilində heç eləməm. Sadəcə dincəl. Niyə nə söyləyəsən ki? Mən şəxsən heç eləməmişdim. Allaha ancaq dincəlmişdim. Ucu hazırlıqlarımın başlamağına 1 ay falan qalmış, başladım təkrara. 1 ay falan qalmış, başladım təkrara. 10-cu sinifdə onsuz da yorulacaqsan. 10-cu sinifdə onsuz da başlayacaqsan yenə dərs oxumağa. Bilirsən ki, ona görə çox düşürsünüz öz üstünüzə. Çox belə özünüzü şey eləyirsiniz, nədir, yorursunuz. Yormayın, xahiş edirəm. Xahiş edirəm sizdən artıq da. Bu aralar mən də öz həyatımdan biraz sizə danışım. Bu aralar biraz həqiqətən çox yoruluram. Biraz çeşməkeşli bir dövrün içindəyim. Çünki bilirsiniz ki, imtahan nəticələrimiz açıqlanacaq çox qısa bir müddətdə. İnşallah bu ayın sonu və ayın 27-si, inşallah dekabr ayının 27-si mənim ad günümdür. Çox xoşbəxtəm əslində. Çünki ad günlərim hər zaman mənim üçün çox yaxşı, yəni çox belə necə deyim, şey olub da, özəl olub hər zaman hamıdakı kimi və çox gözəl bir ad günü vlog gələcək təbii ki. Və bir-iki gün deməyim, heç vaxt deməyəcəm, vaxt demirəm, amma qısa zaman deyirəm. Video gördünüz, sabah yenə video atdım. Heç nə. İnşallah çox qısa bir müddətdə yenə qəşəng bir video gələcək və maraqlı, oyunlu bir video olacaq bu. Şeydir. Yəni belə. İzlədiyiniz üçün çox sağ olun, təşəkkür eləyirəm. Həqiqətən xoş sözləriniz də o qədər idi ki, dəhşət çox, yəni xoşbəxt eləyirsiniz məni. Sizin bu şərhləriniz, yorumlarınız məni dəhşət çox xoşbəxt eləyir də. İnşallah o qədər əminəm ki, çox zirvələrə qalxacağımıza, çox yaxşı yerlərə qalxacağımıza o qədər çox əminəm ki. Ona görə sizə təşəkkür eləyirəm. Siz mənim yanımda olduğunuz müddətcə, siz mənə dəstək olduğunuz müddətcə mənim bacara bilməyəcəyim heç bir şey ola bilməz. İnşallah hər zaman mənim yanımda olmağınız diləyilə, İnşallah hər zaman mənim də bu kanalda olmağım diləyilə, Allahın köməkliyi ilə inşallah hər şey daha yaxşı olar. Hər birinizə uğurlar arzu eləyirəm. Həqiqətən yenə dediyim kimi özünüzü çox yormayın, stresə qapılmayın. O sırada stresdən Zəhranın üzü. Dərslərinizdə də diqqət olun. Hər zaman nə probleminiz olsa, nə də çətinlik çəksəz, nə də bir məsləhət istəsəz, mən buradayam. Videolarımın altından yaza bilərsiniz və yaxud da Instagram səhifəmdən, DM-dən mənə yaza bilərsiniz. Mən sizə təbii ki də mesaj göndərəcəm, sizinlə əlaqə quracağam. Sağ olun, özünüzə yaxşı baxın.